Salam əziz valideynlər, bugün gözəl ekskursiyaya keçirtdik, getdik, gəzdik, şəlləndik, gəzdik, gözəl gün keçirtdik, gəldik. Birazdan şəkilləri də atacaq müəllimə, mən də şəkil çəkmişəm, müəllimə çəkib atacaq onları qrupa. Gözəl uşaqlar əyləndilər, gözəl gün keçirtdik. BSG-ni də tamamladık, nə gözəl, kitabları da verdik. Kimin kitabı yoxdursa, zəhmət olmasa onun cəriməsini ödəsin. Bizim uşaq da, mən də eləmişdim, siqara börəyi. Deyir mama bir gilə yedim, bir də gördüm bövrəvim yoxdur. Halal xoşları. İli tamam elədi. Silo deyir şəkil məkil yoxdur. Uşaq hanı gedməyib yalan deyirsən. Nə var? 20 manat pul ödəmişəm, Silo inanmır. Sən Allah o şəkilləri at. Siloya gözünə soxub. Deyinir səhərdən afçarkadır da, afçarka. Mamıq şəkil çəkdirib. Həmişə deyirəm, qabaqda qal, dalda qalıb, başı knopka kimi düşüb, şəkildə var ya da yoxdur, bilinmir. 100 dəfə qabağa vermişəm, görürəm mənim qızımdır. Bu Maygülü heç olmasa müəllimə bir dəfə də bunu bir adam kimi qabaqda qoysun, şəklini çəksin də. Bütün şəkillərdə mənim qızım daldadır. Hər şeydə pul verən, hər şeydə saray. Birinci mən yada düşürəm, amma şəkillərdə mənim qızım hamısında knopkadır. Zaten boyu balacadır da. Bunu bir qabağa çəkəydin də müəllimə. Bu nədir axı? Şükür Allaha ili bir boyda ili başa verdik, tardı. Zakonca. Başını yumuşam. Başını yudum. Bədəni güyan vaxtı değildi deyə başı ilə yola verdim. Mən də piraşki eləmişəm, vermişəm. Uşağım 3 dənə yiyib. Deyirəm, ama 3 dənə yedim. 6'sını müəllimə götürdü. Dedim, yaxşı eləyib. Nə olar, müəllimə yəqin ki, piraşki yiyandı. Heç zad olmaz, yaxşıdır. Prosta gedəndə avtobusda mənim uşağım yaxşı yerdə oturmayıb. Deyir, mama, elə bir təkərin üstündəydim, danqadarang eləyirdi. Ona görə mən biraz narazıyam. Uşağımı niyə təkərin üstündə otuzdurmuşsunuz? Bir qabaqda otuzduraydınız da, bu uşağı niyə dalda otuzdurmuşsunuz ki? Tək etirazım onadır. Vaxtı oğlum giləm, məktəbdən gedərdilar ekskursiyaya. Otun üstündə bir dənə yerdə oturardılar. Müəllimə indi bunları Eko parka apardı. Parkın girişi hala 20 manatdır. Uşaq parkının girişi 20 manat. Bəs belə pul ver. Dedi, eybi yoxdur, uşağı geriyə qoymaya. Bizim uşaq da biraz şuluq uşaqdır. Parkda deyir, otları qopardı. Bir şikayət gəldi bizə. Uşaqdır da. 20 manat vermişik, Eko parka girmişik. Heç olmasa bir dənə ot dərməyən. Nə var ki burada? Onun üçün müəllimə yığdı. Mənə nələr dedim? Dedim ki, uşaq şuluqdur da, böyüyə bir şey olar da. Nə var ki burada? İndi mən deyəcəklər, Bahriyə şana. Mən bu illər var, Allah and olsun, nerva çatım yüksəldi haraya. İnansan, gizli əsəb, gizli təzik, üstəlik gizli şəkərdən də özüm şübhəliyəm. Mən həkim diaqnozumu qoymayıb qoyay bir tərəfə. Mənim uşağıma da inanırsan, deyir ki, ana, getdi ekoparkı gəzdi, müəllimə hələ mənə dedi, hələ mənim adımı çəkdi, bu tərəfə keç. Mənim uşağım bu tərəfə keçməyə gəlmişdi, O sənin dediyin kimi ekoparkın girişi, ekopark giriş 20 manat uşağa verdi, cibinə də pul qoydum, əlinə də yemək verdim, gec-gecdən geri qalmasın. Müəllimə hələ buna deyib, bu tərəfə keç, deyir, ana bilmədim, o tərəfə keçim. Ömür billah mənim uşağım hələ gözə batdı, özüm kimi. Həmişə sözün düzün deyən gözə batır. Dedim, işin olmasın, mənim balam, işin olmasın. Eybi yox, heç bir şey olmur. Şəkilə baxıram, uşağımı tapa bilmirəm. 5 dənə şəkildə, 3-ündə mənim uşağım var, o birilərdə yoxdur. Niyə görə? Kimin uşağından əski idi? Niyə bu yoxdur? Bunun köynəyi çıxıb şalvarın üstünə müəllimə bir dənə dinə köynəyin salsın şalvarın içinə də. Bu tərəfə keç deyənə qədər köynəyini şalvarın içinə salaydın da. Lələndə yürdüyü günündə düşüb elə bilirsən ki, orada nə bilim dava eləyib sonra şəkil çəkdirib. Uşağın tərqan içində gəldi evə, bu xəstələnməz. Belinə baxıram, su içində. Müəllimə bunlara baxmalıydı da. Müəllimənin işi nədir? Müəllimə işi ekskursiya baxar, uşağın köynəyinə, şalvarına, adına baxaydı. Mən getmədim, dedim, hadi başqa valideynlər gedər. Mən gəlsə də Bəhriyə ürəkdən külbaş hamının uşağına baxardım. Mənim uşağıma heç kəs baxmır. İnanla, gələn illəri bir də mənə qələt eləməli olsun, pıx yerəm, bir də mən uşağımı ekskursiyaya göndərərəm. Görərsiniz. Baba şaqqıldayır, uşağı apardı, gətirdi, uşaq şəllənib, əylənib, şey eləyib.
Baba dedi ki ekoparka 20 manatı 40 manat verip Əlibala şənlənsin. Əlibala bütün oradaki atraksiyonların hamısına minib, oturup, durub, əylənib, şənlənib gəlmişik evə. Sən Allah bu 7-ci sinifi bitirdik. Şaqqılaya bağlayaydı. Sezonu şaqqılaya bağlayaydı. Ne güzel bir sezon geçirdi. Uşaqlarımız oxudu. Sizi ilə, bizi ilə, müəllimə ilə, zatla, baba ilə gözəlcənə sezonu başa vurdu. Bizi izləyən hər bir kəsə təşəkkürümüzü bildiririk də. Ne var ki burada? Gələn illəri inşallah sentyabrın 15-i Əlibala ilə bir yerdə gəlirik. Ne kadar izləyirsən, ne kadar adam bizi izləyir, sevir. Ha? Gələn il gəlirik. Ne gəlirik? 8-ci sinif tema, nervopad. Öbür yer birinizi darğacıya. Vallahi Bəhriyan sözüdür. Hər birinizi çılavat. Ben de diyeyim de, bütün WhatsApp gruplarında il ərzində olmuş ya. Mən də deyirəm, bütün məktəb qurtardı, banka sezonu başladı, hamımız bağlayacaq bankaları. Gözləyin, bizi gəlir ya. Sentyabrın 15-i inşallah 8-ci sinifdə. Saray yenə yana yaxla, lığmaca tərlə qrupda olacaq. Darıxacağım. Mən də. Siloyla, zadıyla, bütün ili qutardıydı. Mən də bütün bacılarıma bu WhatsApp qrupunda bize bakan kızlara sizin yerinizə biz deyindi ya. Hamımıza eləyirik biz də, öpürük. Ay, indi ağlayacağım. Indi Süleyman Afçarka deyinməsini ağlayacağım. Başını yuva ili bitirdim. 6-cı gün başını yudum. Qadın o günü bədəni. Ama il ərzində xəstələnmədi. Əsas odur. Gələcək inşallah. Öpürük sizi.